Uzaq gəzən gözəl, yaman könlümə düşmüsən. Ürəyimizə gözəl, yaman könlümə düşmüsən. Ürəyimizə gözəl, yaman könlümə düşmüsən. Ürəyimizə gözəl, yaman könlümə düşmüsən. Salam mənim əziz həmvətənlərim. Azərbaycan iqtidarı İlham Əliyev də başda olmaqla təkcə bizləri yox, həm də bütün dünyanı heyrətə salmaqda davam edir. Çoxdan, lap çoxdan Allahın ləyənətinə gəlmiş Azərbaycan dövlətinin təqribən 100 ilə əvvəl, hətta onun öz əhalisi üçün də gözlənilmədən tarix səhnəsinə çıxması, həm də yarandığı ilk gündən burada baş verən və indi də baş verməkdə olan proseslər və hadisələr çoxlarına qəribə, hətta əcaib bir təəssürat bağışlamaqda davam edir. Çoxları hələ də başa düşə bilmir ki, necə oldu ki, bir neçə nəfər 1918-ci ildə belə bir dövləti elan etmək qərarına gəldilər. Necə oldu? İndi çoxunuz yaxşı bilirsiniz ki, əgər o vaxt Zakafqaziya Seymi adında bir qurum buraxılmasaydı, Gürcülər, ermənilər onun tərkibindən çıxaraq öz dövlət müstəqilliyini elan etməsəydilər, onda belə bir dövlət çətin ki, tarix səhnəsinə çıxa bilərdi. Hamınız bilirsiniz ki, Gürcülər və ermənilər çox minillik dövlətçilik ənənələri olmuş, tarixin müəyyən pillələrində onların milli dövlətləri süqut etmiş olsalar da, bu xalqların genetik yaddaşında həmin ənənələr yaşamaqda davam edir. Ona görə də dünyada hamı o vaxt Gürcüstan və Ermənistan dövlətlərinin elan olunmasını tam təbii qəbul etdi. Bunun bir sübutu da odur ki, Dünya Birliyi çox keçmədən həm Gürcüstanın, həm də Ermənistanın dövlət müstəqilliyini de facto və de jure tanıdı. Amma Azərbaycan Respublikası elan edilərək 23 ay ərzində yarı diri, yarı ölü kimi yaşasa da, Dünya Birliyi hətta Azəri türklərinin qardaş saydığı Anadolu türkləri də onu de jure tanımadı. Həm dünyaya, həm də bu dövlətin tərkibinə zor gücünə qatılmış xalqlar, hətta o vaxtlar özlərinə müsəlman və ya digər deyən, Tatar deyən indiki Azəri türklərinin ata babaları üçün də hər şeydən əvvəl qəribə və əcaib olan şey bu dövlətin öz adıydı. Çünki onların heç biri Azərbaycan Respublikası adında bir dövlətin haçansa tarixdə olmasında xəbərsiz idilər. Axı bu adda bir dövlət tarixə heç vaxt, heç zaman, heç yerdə rast gəlinməyib, olmamışdı. Daha bir əcaib hal ondan ibarət idi ki, bu dövləti Cənub-Şərqi Zakafqaziya Müsəlmanlarının Respublikası adı altında elan etsələr də, hətta onların özləri də bilmirdilər ki, hansı konkret sərhədləri nəzərdə tuturlar.
Axı müsəlmanlardan söhbət gedirdisə, onda həmin o türk dilli müsəlmanların sayı Gürcüstan və Ermənistanda Azərbaycan adında meydana çıxmış bu dövlətin ərazisində olandan çox idi. Bu dövlətin paytaxtı elan olunmuş Bakı şəhərində isə o vaxtlar ruslar, ermənilər və şəhərin tarixi sakinləri olan dağlı tatlar böyük əksəriyyət təşkil edirdilər. Böyük əksəriyyət. Əgər müsəlmanlardan söhbət gedirdisə, onda rusların, ermənilərin əksəriyyəti təşkil etdiyi Bakı necə bu müsəlman dövlətinin paytaxtı ola bilərdi, hə? Bu torpağın köklü qeyri-türk xalqlarına gəldikdə isə, onların heç birinin yoxsuna da girə bilməzdi ki, günlərin bir günü onlar bu biç, haramzada dövlətin tərkibində yaşamalı olacaqlar. Axı bu əhalinin hamısını, yəni onlarla müxtəlif xalqları necə müsəlman adlandırmaq olardı ki, onların hər birinin öz milli etnik adı var idi, hə? Axı kimlər yaşayırdı o vaxta qədər bu torpaqlarda? Kimlər yaşayırdı? Qarabağlı, Şirvanlı, Gəncəbasarlı, Şəkili, Naxçıvanlı və sair adlar altında insanlar yaşayırdı. Daha sonra hər biri öz tarixi vətənində olmaq şərti ilə Talışlar, Dağlı Tatlar, Ləzgilər, Avarlar, Adda-Budda Kürdlər, Ruslar, Ermənilər və başqaları yaşayırdı. Yaxşı baxsanız, təkcə türk dillilərin öz etnik adı yox idi, yox. Biabırçılığa baxın ki, indi özünə Azərbaycanlı deyənlərin ata-babaları o vaxtlar məktəb açırdılar. Onun adını isə belə qoyurdular, Rus-Tatar məktəbi. İndi isə o, məktəbləri açan Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə və onlarla başqalarına Azərbaycanlı deyirlər. Azərbaycanlı. Mənim heç şübhəm yoxdur ki, indi Bakıda hər dəfə o adamlara Azərbaycanlı deyəndə, onlar narahat qəbir evində bir böyürdən başqasına çevrilir. Yazıqcasına ahuzar edirlər ki, axı biz nə vaxtdan Azərbaycanlı olduq, ay başınıza dönün. Hələ orasını demirəm ki, bu türk dillilərin birinin ağlına da gəlmirdi ki, belə bir ad qoysunlar özlərinə. Bu dövlət yer üzündə peyda olandan 20 il keçəndən sonra bir əsli hələ də tam bəlli olmayan Gürcü Stalin ortaya çıxdı və onlara ad qoydu. Dedi ki, hamınız Azərbaycanlı olmalısınız. Nəinki bu başı bəlalı dövlətin başçıları, həmçinin türk dillilərin hamısı ləbbeyk deyib, bu adı ürəkdən qəbul etdilər. Bu minvalla ay mənim əzizlərim yalan ayaq tutdu və yeridi. Amma necə yeridi? Birinci dəfə cəmi 23 ay yaşadı. İkinci dəfə 73 il yaşaya bildi. Nəhayət 1991-ci ildə onun 3-cü doğuluşu oldu. Bu dəfə də yalandan ömrü 26 il çəkdi. Görünür ki, bu dəfə 26 il bəs edəcək bu yalanın ayaq tutub yeriməsinə. Amma mənə belə gəlir ki, bizim sevimli tamaşaçılarımız bütün bu dediklərimi artıq yaxşı bilir və ona görə də məndən bu bədnam dövlətin hazırki durumu və taleyi ilk növbədə onu 24 il ərzində xoruza yük edərək uçuruma gətirib çıxarmış hazırki iqtidarının son sərgüzəştləri haqqında analitik şərhlər gözləyirlər. Bundan əlavə düşünürəm ki, bugünkü verilişimizin başlığı sizlərə xeyli heyrətə salıb. Yəqin ki, çoxlarınız intizarla fikirləşirsiniz ki, bu nə toy, nə aşıq, nə yanıq kərəmlidir. Niyə Aşıq İlham Əliyev üçün çalmalıdır ki? Yoxsa Əliyev Məşədi İbad kimi yenidən evlənmək həvəsinə düşüb, hə? Tələsməyin.
Tələsməyin mənim əzizlərim. Heç tələsməyin. Gəncəli qızı İlhamə indi bircə-bircə, dənə-bədənə bütün bu suallara aydınlıq gətirəcək. Hə, mənim əzizlərim. Siz artıq bilirsiniz ki, mən əslən Gəncəbasarlıyam. Onu da bilirsiniz ki, mənim vətənim çox saylı tarixi qəhrəmanları və tarixi personajları ilə məşhurdur. Onların hər biri həmvətənlərimin yaddaşında çoxlu şirin xatirələr qoyub getdi. Mən bugünkü çıxışımın mətnini hazırlayanda məlum məsələdir ki, onu necə adlandırdığım haqqında xeyli düşündüm, götür-qoy etdim. Hər dəfə olduğu kimi Bakı saytlarının materiallarını diqqətlə oxudum ki, daha uğurlu bir ad tapım. Elə bir ad ki, başı bəlalı Azərbaycanın hazırda ölüm yatağında olan öz şərəfsiz hakimiyyət ömrünü hər vasitə ilə uzatmaq naminə panikada yollar və vasitələr axtarmaqda olan o qədər də başı bəlalı iqtidarın son hərəkətlərini dəqiq ifadə etmiş olum. Bu zaman Ölməz Səməd Vurğunun poeması əsasında Tofiq Tağzadənin 1970-ci ildə çəkdiyi 7 Oğul İstərəm adlı məşhur filmin bəzi səhnələri yadıma düşdü. Bilirsiniz ki, bu filmdə söhbət Cəlalın və Gəray bəyin qızı Humayun faciəli məhəbbət macəralarından gedir söhbət. Artıq dəfələrlə baxdığım bu filmə təkrar baxarkən mənim ağlıma gəldi ki, həmin o iki sevgili gənc necə İlham Əliyev və Mehribanı xatırladır. Buyurun filmdən bir fragmentə baxın. Hamam işində, xəlvir saman içində, dəvə dəlləkli eylər, köhnə hamam içində. Dərhal sonra əyləşdiyim kompüterin arxasında bu mətni yazmağa başladım. Bax buradaca xatırladım ki, bizim doğma Talışsa Milli Televiziyasının Mehriban hara itifdi adlı verilişində biz Mehriban Əliyevanın müəmmalı şəkildə yox olması haqqında sizlərə danışmışdıq. Onda demişdik ki, bizim həmin verilişdən sonra tez tələsik Mehribanı taparaq xalqa göstərdilər ki, cəmaatın ağlına başqa şeylər gəlməsin. Lakin həmin gündən sonra Mehriban demək olar ki, hər yerdə İlhamı müşayiət etsə də, kameraların qarşısında onlar öz sevimli qızları Leyla ilə birlikdə şeşələnsələr də, nədənsə Bakının hökumət mətbuatı çox vaxt onu birinci xanım qismində təqdim etməklə kifayətlənmir. Onun birinci vitse-prezident olmasını sanki yaddan çıxarıblar. Axı, 21 fevralda Mehriban həmin vəzifəyə təyin olunduqdan sonra belə bir hal heç görünməmişdi. Bu son günlərədək mətbuatda Mehribanın məhz birinci vitse-prezident olması vurğulanırdı. Hələ onu demirəm ki, bu ötən müddət ərzində Bakı mətbuatı mütəmadi olaraq Mehribanın gələcəkdə prezident olacağını yazmaqdan belə çəkinmirdi. İş o yerə çatdı ki, hətta Ayaz Mütəllibov əjdaha kimi dəli nərə çəkərək ortaya çıxdı və Mehribanın namizədliyini irəli sürdü və hətta bildirdi ki, lazım gələrsə xalqa müraciət etməyə də hazıram, çünki Mehriban Azərbaycanın yeganə ümididir. Yeganə ümidi. Amma son dövrlərdə onun prezidentliyi ilə bağlı söhbətlərə yuxarıdan sanki yasaq qoyulub. Bir də ki, bu hansı qanuna, hansı konstitusiyaya sığan məsələdir ki, kişinin qızı dövlətin birinci vitse-prezidenti ola bu vəzifəsinə görə dövlət büdcəsindən, yəni xalqın cibindən külli miqdarda maaş ala, ərinin qoltuğunda birinci xanım qismində gəzir. Bəlkə kimsə irəli çıxıb deyər ki, birinci xanım adı ilə, əri ilə
Dünyanı gəzən vaxtlarda Mehriban öz hesabına məzuniyyətə çıxır və maaş almır. Mehribanın pul, sərvət hərisliyini bilə-bilə kimsə belə bir sözü dilinə gətirə bilər. Gətirə bilər. Heç kim gətirə bilməz. Heç kim. Lakin, hələ bunu da qoyuram bir qırağa. Kimsə mənə deyə bilərmi ki, Mehribanın prezidentlik sevgisi elə bu qədər imiş? Ola bilməz. Mən o tayfanı yaxşı tanıyıram, yaxşı. Beləcə asanlıqla sönən tayfa deyil ha. Bu xamır hələ çox su aparacaq. O qədər su aparacaq ki. Ona görə də sizlərə təklif edirəm ki, biraz da dərinə düşünün, anlamağa çalışın ki, Allahın çoxdan unutduğu, lənətlədiyi bu məmləkətdə nələr baş verir. Eyni zamanda kollektiv Qərb Azərbaycan iqtidarına və hakim Əliyevlər ailəsinə öz təpiklərini, təhdidlərini günbəgün daha da gücləndirir. Bu günlərdə məlum oldu ki, Azərbaycanda Əliyevlər ailəsinin ən böyük düşmənlərindən biri olan jurnalist, keçmiş siyasi məhbus Azadlıq Radiosunun icmalçısı, ölkədən çıxışına qadağan qoyulmuş Xədicə İsmayılova dövlət səviyyəsində korrupsiyanı ifşa etdiyinə görə çox vaxtı Nobel mükafatının alternativi sayılan düzgün həyat tərzi mükafatına layiq görülmüşdü. Mükafatın məbləği 105.000 avrodur. Beləliklə, Qərb dünyası Əliyevlərin açıq düşməninə alternativ Nobel mükafatına layiq gördü. Bunun özü Əliyevlərə təzyiq deyilsə ha, bəs nədir? Nədir? Qoy mən avam olum, siz çox bilmiş. Özünüz bunun qiymətini verin, ay mənim zavallı həmvətənlərim. Daha sonra sentyabrın 29-unda Azərbaycan məhkəməsi daha iki müxalifətçini Ər-Arvad, Əflatun və Ülkəri həbsdən azad etdi. Hələ bura harasıdır ki? Məlumat verilir ki, onların hər ikisi öz əvvəlki işinə bərpa olunmuşlar. Nəhayət, ən başlıcası məhkəmə onların 6 aylıq maaşlarını ödəmək haqqında qərar vermişdi. İndi siz deyin mənə, İlham Əliyev nə vaxtdan belə səxavətli olub? Öz açıq düşmənlərinə qarşı səxavət edir. Nə vaxtdan? Bütün bunların ancaq bir adı var. İlham Əliyev Qərbin təhdidləri qarşısında geri çəkilməyə məcburdur. Ancaq burada şəxsən məni düşündürən və düşünürəm ki, sizlərin çoxunuzu maraqlandıran əsas məsələ budur ki, İlhamın manevr etmək, geri çəkilmək imkanları haraya qədərdir? İlham hələ nə qədər geri çəkilməlidir ki, qarşı tərəf onun tövbəsini qəbul edəcək, gələcəkdə bu pul kisəsinə rəhbərlik etməsinə icazə verəcək. Mənim əzizlərim, İraqın, Liviyanın, bir sıra başqa dövlətlərin acı təcrübəsi sübut edir ki, bu cür geri çəkilmə bir qayda olaraq gözlənilən müsbət nəticələr vermir. Sizlər gözəl bilirsiniz ki, Səddam Hüseyn həmin o qərb dövlətlərinin yaxın müttəfiqi idi, Müəmmar Qəzzəfi qərbin bütün şərtlərini qəbul etdi, hətta öz nüvə proqramından nümayişkarənə əl çəkdi. Bundan əlavə Qəzzafi Avropa ölkələrinin bir çoxlarına kifayət qədər yatırım etdi və bəzi dövlət başçılarının da bığının altından keçdi. Amma bunun axırı nə oldu? Səddamın başı kəndirə keçdi, Qəzzafi isə bizim Gəncəbasarda deyildiyi kimi heç bıçağa da gəlmədi yazıq. Bir sözlə, böyük dövlətlərin qarşısında geri çəkilən, onların şərtlərini durmadan yerinə yetirən bütün tiranlar son nəticədə ölümə məhkum olur. Geri çəkilmələr isə həmin məhvin başlanğıcı deməkdir. Bu belədir.
Məşhur Ukraynalı politoloq Mikhail Pogrebenski öz doğma ölkəsi üçün ürək ağrısı ilə yazır. Bir vaxtlar regionun ən güclü dövlətlərindən biri olan İraq indi dağılmışdır. Bütün bunların hamısı Amerika Birləşmiş Ştatlarının egoizmi ucbatından baş verdi. Məhz onlar bütün bir regionu xaos burulğanına itələdi. İki dövlətin, Rusiyanın və Amerikanın hərbi kontingentləri Suriyadır. Onların hərbi kampaniyaları paralel gedir. Bütün bunlar çox təhlükəlidir, çox. İspanya dağılma qərəfəsindədir. Bu da bütün Avropanın alovlanmasına gətirib çıxaracaq. Ukraynada da vəziyyət ağırdır. Koreya və İran öz nüvə ambisiyalarından əl çəkmək fikrində deyil. Yəni, dünya elə bir həddə çatıb ki, ondan oyanan müharibədir. Müharibə. Amerikalılar anlamırlar ki, bir qütblü dünya daha yoxdur. Onların başı qızışıb faktik olaraq özlərini nüvə müharibəsi həddinə çatdırıblar. Yeni dünya düzəni yoxdur. Faktik olaraq hər gərginlik yaranıb. Hər bir xalq öz müstəqilliyini elan edir. Bu belədir. Bu belədir mənim əzizlərim. Ukraynalı politoloqun sözlərinə təkcə onu əlavə edə bilərik ki, əksinə, Amerikalılar çox yaxşı anlayırlar ki, nələr baş verir. Çünki bütün bunlar məhz onların idarə olunan xaos adlı senarisi əsasında baş verir. Bu senari Versal, Potsdam sistemlərinin yaratdığı dünya düzənini dağıdır. Birinci Dünya müharibəsindən sonra yaranmış bir çox süni haramzada dövlətlərin yerində xalqlar tarix səhnəsinə çıxır. Belə bir şəraitdə böyük dövlətlərin təpkisi altında hər hansı geri çəkilmələrin mənası yalnız və yalnız odur ki, o dövlət başçılarının həm də dövlətin məntiqi sonu lap yaxındır. Yaxındadır. Son dövrlərdə Azərbaycanda və onun ətrafında baş verən proses, hadisələrin demək olar ki, hamısı onu sübut edir ki, burada baş verənlərin hamısı qabaqcadan hazırlanmış ssenari əsasında reallaşır. Həm də həmin o Suriyadan və yaxın şərqin digər ölkələrindən fərqli olaraq Azərbaycanda bu proses daha asan və ağrısız baş verəcək. İlham Əliyev isə çox milyardlı sərvəti və nəhəng ordusu olan Səddam Hüseyin və Qəzzafi kimi heyhat bu dağıdıcı proseslərin qarşısında çox acizdir. Çox. Mənim əzizlərim, buna bir daha əmin olmaq üçün gəlin bir məsələyə diqqət yetirək. Mən artıq sizlərə məlumat vermişdim ki, Amerika Birləşmiş Ştatlarının konqresi Azərbaycanlı məmurlara qarşı sanksiyalar tətbiq etmək niyyətindədir. Xatırladım ki, həmin Mehman Əliyevin həm də bir sıra başqa müxalifətçilərin həbsxanadan azad olunması məhz həmin sanksiyalar məsələsini ortaya çıxandan sonra baş verdi. Beləliklə, gözləmək olardı ki, İlham Əliyev sanksiya qorxusu altında bu güzəştlərə gedəndən sonra Qərbin təpikləri heç olmazsa bir az, çox az səngiyərdi. Biraz da dəqiq desəm, bir neçə il bundan əvvəl İlham Əliyevin bu güzəştləri bəs edərdi ki, Qərb onun yaxasından əl çəksin. Amma bu dəfə Qərb nəinki əl çəkmir, əksinə, onun təpikləri biraz da şiddətlənir. Burasını da deyim ki, əvvəlki verilişlərimizin birində sizlərə demişdim ki, hazırda dünya güclərinin başı yaxın şərqdə bir sıra başqa regionlarda məşğul olunduğundan növbə çatmır. Demişdim ki, dağıdıcı geosiyasi qasırğa artıq Azərbaycanın qapısını döyəcəkləyir. Sizlərdən kimlərsə xüsusən
İlham Əliyevin pulla tutduğu nökərləri mənim bu sözlərimin müqabilində dodaq büzür. Mənə rişxənd edirlər. İndi isə gündən günə şiddətlənən təzyiqləri müşahidə etdikcə, şəxsən mənim özümdə inanıram ki, sizlərin çoxunda da əminlik ki, indi növbə artıq Azərbaycana çatıb. Əgər Ümum Rusiya Azərbaycanlıları Konqresinin birdəfəlik ləğv olunması, daha sonra bu ilki Məhərrəm ayında Aşura mərasimlərinin xüsusi bir vüsətlə qeyd olunmasında bura əlavə etsək, onda həm Rusiya, həm də İranın da bu məsələyə münasibətləri tam aydın olur. Türkiyə haqqında isə heç danışmaq da istəmirəm. Çünki bu dövlətin özü öz canının hayındadır. Həm də Türkiyə hamıdan çox Azərbaycan hakimiyyətində oturan Kürd klanını məhv etməklə maraqlıdır. Bu belədir. Beləliklə mənim əzizlərim, Əliyevlər ailəsinin bu sərgüzəştləri fonunda Qərb, Şimal və Cənub günbəgün artmaqda olan təzyiq dalğasını müşahidə etdikcə bir tərəfdən mənim ürəyim açılır ki, nəhayət mənim əziz həmvətənlərimin azad olunacağı gün yaxınlaşır. Digər tərəfdənsə, mən çox istərdim ki, Azərbaycanda son sözü böyük güclər yox, məhz mənim əziz xalqım desin. Biraz da dəqiq desəm, mənim başı bəlalı dövlətimi məhz belə bir aqibətin gözləməsinə mən o qədər əminəm ki, çox vaxt həmin hadisələr kino lenti kimi gözlərimin qarşısından keçir. Mən aydın görürəm ki, günlərin birində Azərbaycanın bütün aşıqları qan çanağında toplaşacaq. Mənim xalqımın ağsaqqalları isə kollektiv Gəray bəy kimi onlara çal aşıq, çal, hava İlhamın havasıdır deyə əmr edəcəklər ki, yanıq kərəmi ifa etsinlər. Mən görürəm ki, o anda yeni bir kələntər dayı ortaya çıxacaq. Xalqımın düşmənlərini bir divara diləyəcək. Onların axırına çıxacaq. Bununla da 100 il davam etmiş bu rüsvayçılığa son qoyacaqlar. Son. Beləliklə, həm Əliyevlər klanı bu torpaqlarda yaşayan xalqların tarixinin ən murdar səhifələrindən biri kimi əbədi olaraq yer üzündən silinəcək və tarixin arxivinə təhvil veriləcəkdir. Sonra isə yığışanlar xorla, dəli kimi qəhqəhə çəkəcəklər. Bu minvalla həm bu cinayətkar klanın, həm də bu bədnam dövlətin şərəfsiz tarixi sona çatacaq. Bu sözləri sizlərə Gəncəli qızı İlhamə deyir. Sonda sizləri 7 oğul istərəm filmindən həmin kadra bir daha baxmağa dəvət edirəm. Salamat qalın. Allah sizlərə yar olsun mənim əzizlərim. Buyur bəy. Aşıq, Şəkər bəy bunun beşiyinin başında sənə nə çaldırardı? Yanıq kərəmi bəy. Çal aşıq. Ağa bəy havasıdır. Çal. Çal aşıq, çal.
Çal aşık çal. Komsomolun canı it canıymış. O bircə qağanın qəbrinə and verirəm səni. Kələntər dayı, ürəyimin nişanı, ağrıdır axı! Azərbaycan qadınlarının təqribən üçdə bir hissəsi ərlərin öz xanımlarını doymasını düzgün hesab edir. Azərbaycanın Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin metodisti Rəisə Ahmadova qeyd etmişdir ki, qadınların arasında maişət zorakılığı ilə bağlı sorğu keçirilmişdir, deyə APA yazır. Sorğu Lənkəran, Beyləqan, Füzuli və Şəmkir rayonlarında 18 yaşdan yuxarı 400 qadın arasında köçürülmüşdür. Bütövlükdə respondentlər 28% bu səbəbdən ərlərin öz xanımlarını doymasını düzgün hesab etmişdir, deyə Ahmadova vurğulamışdır.
Hafta ərzində Azərbaycanda qeyri-ənənəvi orientasiyalı 50 nəfər saxlanmışdır. Bu haqda OZ materialından nüfuzlu Amerika dərgisi New York Times yazır. Azərbaycanın Daxili İşlər Nazirliyinin nümayəndəsi Ehsan Zahidov belə hesab edir ki, belə reydlər uzunu doğruldur. Spid və cinsi əlaqə yolu ilə keçən digər təhlükəli xəstəliklərlə yoluxan adamlar onlarla əlaqədə olan gənclərin həyat və səhhətini təhlükə altında qoyur, deyə o qeyd etmişdir. Azərbaycanlı jurnalist tədqiqatçı Xədicə İsmailova düzgünlüyə görə nüfuzlu beynəlxalq mükafata layiq görülmüşdür. İsveç fondu onu bu mükafata layiq görülmüşdür. Korrupsiyanı ifşa edərkən mərdlik və dözümlülüyə görə verilən bu mükafatı çox vaxt Nobel mükafatının alternatifi hesab edirlər. 2 il əvvəl Bakı məhkəməsi onu bir neçə maddə ilə günahkar elan etmişdi. Bura qeyri-qanuni sahibkarlıq və vergi verməkdən yayınmaq daxil idi. Jurnalist özü bu prosesi siyasi proses adlandırmışdır. Ötən ilin mayın Ali Məhkəmə onun 7 il azadlıqdan məhrum edilmə cəzasını şərti cəza ilə əvəz etdi. Hazırki zamana müsahibəsində Xədicə mükafatların onu mümkün həbslərdən azad edə bilib-bilməməsi, öz tədqiqatçılıq fəaliyyəti, həm də Azərbaycanın hələ nə vaxta qədər Avropa siyasətçilərini pula satın alacağı haqqında danışmışdır. Rusiya aviasiyası son 2 sutka ərzində Suriyada Farad çayının şərq sahilində İslam dövlətinin 7 səhra komandirini məhv etmişdir. Bu haqda Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor Igor Konoshenkov məlumat vermişdir, deyə RIA Novosti xəbər verir. Yaraqlıların ümumi ikisi 300-dən 4 nəfər olub və 170-dən yuxarı yaralı təşkil etmişdir. Konoshenkovun sözlərinə görə aviasiyasının effektiv zərbələri Suriya ordusuna Farad boyunca olan əraziləri azad etməyi davam etdirmək imkanı vermişdir. Şad kurar, perişan bir yer. А давайте вместе танцевать. Опачки, зажигаем. Опа. Шагал за глаз полез. Опа. Люблю всех. Şad kurar, perişan bir yer.
Пришлите вас танцевать. А давайте встанем, потанцуем немножечко. Вот так, молодцы. Опа! Чел, халу. Тогда с места хотя бы. О, эй, эй, эй. Manila aşık, aydaları, uydiste savunu avuran tekrar. Çukura bir avaz, güllü bağları, adakla şat kurar, perişan bir yar. Manila aşık, aydaları, uydiste savunu avuran tekrar. Çukura bir avaz, güllü bağları, adakla şat kurar, perişan bir yar. Dünya, Zaman ve Hayat programının muhterem izleyicileri merhaba. Bir haftalık ayrılıktan sonra yine birlikteyiz. Bu haftaki programımızda iki mevzuya değineceğiz. Bunlardan birincisi 2 Ekim yani Oktyabr Pazartesi günü Las Vegas kentindeki bir konsere yapılan silahlı saldırıya, diğeri de Ermenistan üzerinden Dağlık Karabağ ziyaret eden Türk vatandaşları olan siyasetçi Ufuk Uras, yazar Sait Ali Çetinoğlu, gazeteciler Ali Bayramoğlu ve Erol Kantarcıoğlu'nun Azeri makamlarınca cezalandırma talepleriyle ilgili. Önce şu Las Vegas kentindeki silahlı saldırıya değinelim. Konsere demiştik. Bu konsere 30 bin kişi katılıyordu. Reuters haber ajansına göre silahlı bir kişi konserin hemen yakınlarında bulunan ve kaldığı otelin 32. katından otomatik tüfekle konseri izleyenlere ateş açtı. İlk etapta 20 kişinin öldüğü, 100 kadar kişinin ise yaralandığı açıklanmıştı. Ama maalesef bir süre sonra ölü sayısı 50'yi, yaralı sayısı ise 500'ü aştı. Aynı gün Kansas eyaletinde de bir başka saldırı düzenlendi. Bu saldırıda ise 3 kişi öldü. Saldırgan, Las Vegas'taki kentindeki saldırgan Stefan Radok. FBI yani FBR bu saldırının IŞİD'le herhangi bir ilişkisi olmadığını açıklamıştı. Buna rağmen Reuters haber ajansı saldırıyı IŞİD'in üstlendiğini, saldırganın son aylarda Müslüman olduğunu belirtti. Saldırgan Mandalay Bay oteline 28 Eylül'de, Sentyabr'da, yani saldırıdan 4 gün önce yerleşmişti. Kendisi Nevada eyaletinde oturuyor. 64 yaşında Amerikalı
ve beyaz. Yani İslam'la herhalde pek ilişkisi olmasa gerekir. Kaldı ki 1963 yılından beri her 2 yılda bir Amerika Birleşik Devletleri'nde benzeri böyle büyük saldırılar gerçekleşiyor. İstatistiklere göre ise her 2 dakikada bir insan Amerika'da öldürülüyor. Yani bu tür silahlı saldırılar ve ölümler Amerika için yenilik sayılmaz. Nerede kalmıştık? Şimdi bunun İslami güya terörle ilgilendirilmiş olması, nitekim Reuters bunu yapıyor. Yani bunu yaparken terörü bütün insanlığın başına kimin musallat ettiğini söylemeyi tabii ki unutuyor. Biliyorsunuz 12 Eylül 2001'de New York'taki dünya ticaret merkezlerinin çift gökdelenleri, yani kuleleri bir terör sonucunda yerle bir olup da 3000'e yakın insan orada katledildikten sonra Amerika Birleşik Devletleri tuttu, global teröre global savaş ilan etti. Tabi devletler terör örgütlerine savaş ilan etmezler. Savaş devletler arasında yapılan bir olaydır. Amerika bunu yapınca ne oldu? Global terörün hedefi olan terörizm globalleşti. Bütün Yakın Şark, Kuzey Afrika ülkelerine yayıldı. Kaldı ki El-Kaide'yi, En-Nusra'yı, IŞİD'i yaratan da Amerika'nın ta kendisi. Siz terör örgütleri kurar, bunu başka ülkelere yönlendirirsiniz ama bir gün bu yaptığınız eylemlerin cezasını da kendiniz çeker, hedef olursunuz. Aynı teröristin. Şimdi burada tabii ki Amerikan halkının burada bir suçu yok. Bunu devlet yapıyor. Cezasını kim çekiyor? Konsere katılan masum Amerikalılar. Yani demek istediğim Türkçe bir atasözü vardır. Besle kargayı, oysun gözünü derler. İşte terör, Amerika'nın beslediği terör maalesef masum Amerikalıların gözünü oyuyor. Bundan kurtuluş var mı? Hiç sanmıyorum. 50 kişi değil, Las Vegas kentinde hani 50 kişi ölmüş diye yüzlerce kişi de ölse Amerikalılar kendi siyasi menfaatleri doğrultusunda ilerlediği sürece terörizmi desteklemeyi maalesef sürdüreceklerdir. Ve terörizme Yakın Şark'ta olsun, Kuzey Afrika'da olsun veya Avrupa'da olsun, Fransa'da, Londra'da, Madrid'de olduğu gibi yüzlerce masum insan yine teröre kurban gidecektir. İkinci mevzuya gelince, biraz önce Ufuk Uras, Sait Ali Çetinoğlu, Ali Bayramoğlu ve Erol Kantarcıoğlu'nun Azerbaycan'da, Bakü'de daha doğrusu çektikleri tepkiden bahsetmiştik. Bu insanlar 22 Eylül'de Ermenistan üzerinden Dağlık Karabağ'a gitmiş ve orada bazı görüşmelerde bulunmuşlar ve Karabağ'dan da Bakü'nün hiç arzu etmediği şekilde çok olumlu sinyaller vermişlerdi. Bunun üzerine Azeri
Başsavcılığı yaptığı açıklamada Ufuk Uras, Sait Ali Çetinoğlu, Ali Bayramoğlu ve Erol Katırcıoğlu'nun 22 Eylül'de Azeri makamlarının izni olmadan Azerbaycan hudutlarını ihlal ederek Ermenistan üzerinden Dağlık Karabağ'a gittikleri gerekçesiyle soruşturma açıldığını, kendileri hakkında tutuklama kararı verildiğini, uluslararası yani beynelmilel arama kararı çıkartıldığını, bahsi geçen kişilerin gözaltına alınmaları için Türk makamlarına başvurulduğunu beyan etti. Bu kişiler aynı zamanda tüm Dağlık Karabağ'ı ziyaret edenler olduğu gibi Azerbaycan'ın kara listesine de alındılar. Şimdi Azerbaycan'da iktidar yolsuzluğun içine batmış durumda. Mafyalaşmış durumda. Milleti soyup soğana çeviriyorlar. Hatta 2007 yılında Türk gazetelerinden birinde şöyle bir makale yazılmıştı. Azerbaycan'ın sorunu Dağlık Karabağ değil. Azerbaycan'ın sorunu nüfus kaybı. Çünkü 91'de 7 milyon olan 1991'de 7 milyon olan nüfus Türk gazeteciye göre 2007 yılında 4 milyona düşmüştü. Yani 3 milyon insan kayıptı. Azerbaycan 3 milyon insanını kaybetmişti. Bunlar genelde işte Ukrayna'ya ve daha da fazlası Rusya'ya göç etmek durumda kalmışlar. Niçin göç etmek durumda kalmışlardı? Çünkü günlük ekmeklerini kazanacak imkanların dahi yoktu. Yani iş başındaki hükümetler halkı günlük ekmeğini kazanma imkanından mahrum etmişti. Şu hudut meselesine gelince, Dağlık Karabağ'la Ermenistan arasındaki hudut hiç de Ermenistan-Azerbaycan hududu değildir. Eğer öyle bir hudut olsa Amerika Birleşik Devletleri Senato kararıyla Dağlık Karabağ hükümetine maddi yardımda bulunmaz. Her ne kadar bu yardım pek büyük olmasa da birkaç milyonu tutuyor topu topu. Ayrıca 1994 yılında bu hudutların korunması için hezimete uğrayan Azerbaycan'ı Dağlık Karabağ'la yapılan savaşta daha da büyük hezimetten kurtarmak için Heydar Aliyev sadece Ermeni makamlarına değil, Dağlık Karabağ Cumhuriyeti makamlarına da gitmiş, yalvarmıştı. Niçin? Ateşkes imzalayabilmek için. Nitekim o ateşkese Ermenistan ve Ermenistan'ın hem ardından Dağlık Karabağ Cumhuriyeti de maalesef imzalamaması gereken bu sözleşmeyi tuttu, imzaladı. Ateşkes imzalandıktan sonra zamanla Azerbaycan yüz almaya başladı. Sağda solda kılıç savuruyor, asarız, keseriz gibilerden. Yani bütün mesele halkın şikayetlerini Ermenistan düşmanlığı ile halkın hükümete, cumhurbaşkanına, mafyalaşan idare yönetime karşı olan şikayetlerini Ermenistan ve Ermeni düşmanlığı, Dağlık Karabağ düşmanlığı ile yatıştırıp örtbas etmeye çalışıyor. Ama ne kadar sürer bu? Pek uzun süreceğini sanmıyorum. Nihayet Azeri halkı kendine gelir, biraz düşünür. Asıl meselelerinin Dağlık Karabağ mı yoksa ülkede milleti soyup soğana çeviren mafyayla birlikte milletin kanını sülük gibi emen iktidar mı? Bunun farkına varır ve kendi sözünü söyler. Gelecek hafta aynı gün ve saatte görüşmek üzere. Kalın sağlıcakla.
Müzik